Hər vaxtınız xeyir olsun, hörmətli Əmbək TV izləyiciləri. Bugün Biləcəri qəsəbəsinin mərkəzində Ağsaray Şadlıq evinin düz yanında marşrutdan 15-20 metr məsafədə yerləşən 5 mərtəbəli binanın 3-cü mərtəbəsində yerləşən 2 otaqdan ibarət mənzili satışa çıxarmışıq. Bu mənzili sizə təqdim etmək istəyirəm. Bunu baxa bilərsiniz. Deməli, hörmətli izləyicilər, bura mənzilin giriş qapısıdır. Döşəmə hissəsi demək bahalı metlaqdan yığılıb. Döşəmə hissəsi demək dəhlizdən düz mətbəxə qədər bahalı mərmər metlaqdan yığılıb. Giriş qapısının sağ tərəfində şkaf yerləşir. Artıq əşyaların yığılması üçün, paltarların asılması üçün əşya var burada. Evdə Wi-Fi fəaliyyət göstərir. Kombi radiatorlar hamısı təzə, ev Euro təmirlə təmir olunub. Dəhlizdən gedirik və sağ tərəfdə sanitar qovşağa baxış keçiririk. Buyurun, baxın. Sanitar qovşağı da tam təmirlidir. Müasir stildə təmir olunub. Duş kabinasına qədər qoyulub. Moydadır. Gördüyünüz kimi quraşdırılıb. Ümumiyyətlə, hamısı təzə yığılmış əşyalardır. Sanitar qovşaqda. Buradan çıxırıq və dəhlizlə gedib mətbəxə daxil oluruq. Mətbəxdə də gördüyünüz kimi mətbəx bebeli yeni yığılıb. Hörmətli izləyicilər, onu da vurğulayım ki, ev əşyalı satılır. Yəni əşyalar hamısı təzədir, işlənməyib. Baxın, qaz plitəsidir, yeni yığılıb, bahalı qaz plitəsidir. Boş paltar yığ maşın, o da bahalıdır. Lüstrlər gördüyünüz kimi yeni yığılıb, quraşdırılıb. Pəncərələr plastikdir. Soyuducu da qalacaq. Satışdan sonra indezit soyuducudur. 2 kameralıdır. Qapılar bahalı qapılardır. Buyurun, baxın. Daxil oluruq dəhlizdən qonaq otağına. Qonaq otağı da çox genişdir. Tam təmirlidir. Euro stildə təmir olunmuş, şəxsi özünə təmir olunmuş evdir. Döşəmə hissəsi bahalı laminatdır. Parketə oxşar laminatdır. Buyurun, baxın. Və bu hissədə gördüyünüz kimi göstərirəm sizə, bu hissədə eyvan olub vaxtı ikən eyvanı açıb birləşdiriblər qonaq otağına. Buyurun, baxın buradan eyvan hissədən. Burada da bahalı lüstr quraşdırılıb. Və mənzildə olan, yəni otaqda olan lüstr, bahalı lüstrdir, 500 manatlıq lüstrdir, o da qalacaq. Eyvanın bu hissəsində, yəni qonaq otağına birləşən eyvanın bu hissəsində şkaf da quraşdırılıb əlavə olaraq. Artıq əşyaların yığılması üçün buyurun, baxın. Kombi aparatı da burada yerləşir. Gördüyünüz bu stul, yəni stol masası və oturacaqlar qalır. Satışdan sonra bahalıdır. Yəni hardasa 1000 manatlıq, 1300 manatlıq stuldur və bahalı divan qalır. Satışdan sonra divarlar bahalı aboyla üzlənib. Pərdələr də qalır. Gördüyünüz kimi bahalı pərdədir Capsella firmasından. Buradan daxil oluruq yataq otağına. Yataq otağı da gördüyünüz kimi tam təmirlidir. Bahalı lüstr satışdan sonra qalacaq. Bu taxt da qalır. Bahalı taxtdır və gördüyünüz kimi paltar dolabı da qalır. 5 seksiyalıdır. Və bu komod da qalacaq və kondisioner də satışdan sonra qalır. Bir sözlə, hörmətli izləyicilər, mənzil Euro təmirlə təmir olunub. Təmirdən sonra evdə, mənzildə yəni yaşayan olmayıb. Təcili pul lazım olduğuna görə bu evin start qiyməti, yəni ilkin qiyməti 110 bin manatdır. Yəni əşyalı, bahalı əşyalarla bir yerdə 110 bin manatdır. Televizorda qalacaq satışdan sonra. Xahiş edirəm, Əmlak TV kanalına abunə olun, videolarımızı bəyənin, paylaşın ki, gələcəkdə yeni çıxmış evlərlə sizi tanış edə bilim. Xahiş edirəm, abunə də olun və evləri rahat izləyə bilmək üçün. Əlaqə nömrəsi 055 511 0502. Çox təşəkkür edirəm izlədiyinizə görə və zənginizi gözləyirəm. Sağ olun, gələn görüşlərə dək.